Her işin bir qaydası var, her işin bir faydası var. Öğrenmesen qaydası, görənməzsən faydası. İndi siz neyse öğretmek için qaydalar, yollar axtarırsınız, bu beni çok sevindirir. Ve beni sevindiren bir məqam oldu ki, çok tədbirlərdə olmuşam. Məruzələrə qulaq asanda da yorulur. Burada yorulmadı belə bir ki, oyundur, nəsə nədir. İlk təqdimatdan başlayıram. Sumqayıtdan başlandı. Belə üzü bəri gələ-gələ necə demək, ağlıma gələn bir fikir oldu. Bunların çoxu mənim tələbələrimdir. Müəllimlərin çoxu, ona görə deyirəm. Bəlkə də yadırlayıb başlasınız. İlk ağlıma gələn bu söz oldu. Qədim tarixdə, Sovetlər Birliyinin ilkin vaxtlarında söz verirlər. İndi sözü veririk Rusiyanın böyük şairi Sergey Yesenin'e. Zal dağılır. Sergey Yesenin çıxır, o biraz yaşlı nəsil bilir. Gıda çevrəçili bir dənə şeir oxuyur, heç kəs tənizlə pul verər. Mayakovski qalxır, onun əlindən şeiri qapır, təzdən oxuyur. Bütün zal onu almış. Bunların izlərini görür. Onunuz danışanda o ağlıma gəldi, o bədən dili var, dil dili var, göz dili var, baxış dili var. Ben ilk dəfə ayaqları söhbət edirdik. Amerika'ya gedəndə, övladlarım oradadır, böyüklər orada oxuyur. Mənim meylim muzeylərdən çox, mənim meylim kinolardan çox təbiətə idi. Saç-Bakı'na gedirdim, ora gedirdim, bura gedirdim. Onda gəzə-gəzə yazdığım bir şeir vardı, ikicə misrasını axırda deyirəm. Belə idi ki, quşun quş dili var, daşın daş dili. Adamlar anlamlı adamdır. Quşun quş dili var, daşın daş dili. Adamlar anlamlı adam dilində. Təkcə bu, o dil baxımından deyil, həm də elə insanların bu dildə danışırıq, amma bir-birimizi başa düşürük. Bu problem gözümüzə var. Danışanda, tələbələrin dilində, yadıma düşdü, o göz dili.